Qulp Mağazin kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Baboşla Məftun arasında canlı yayım zamanı gərginlik yaşanıb. Tərəflər arasında yaranan narazılıq izləyicilərin də diqqətini çəkib. Hadisənin səbəbi ilə bağlı əlavə açıqlama verilməyib. Həmin görüntüləri təqdim edirik. Mən ev canlıyam. Paltar yanımda orada bəzi paltarlar zatlar varsa qoyacağım yusun. Hiç bu paltar yanı çox işlətməyə olmaz. Ne pisdir. Kanser iştir, buz kimi de ev. Aha. Ben sen de bəkə verdim getdin ev. Evdə hiçbir şey istəmirəm. Kızı sen ağıllısan, dinməz oturursan. Yox. Bugün gələcək, səs dünəm elə bir şeydir. WhatsApp'ı işləmirmiş. Axı dünən canlıda çıxıb deyibdi ki, Baboşa mesaj yazıram, oxumur. İndi mənə səs atıb ki, Baboş bağışda da yəni. Mən sən demə, mən WhatsApp'ım işləmir. Mən ona səs atdım ki, ha bax mənə mesaj yazmışsan, oxumamışam. Deməmişəm ki. Mənə deyil səs atıb, bax. Yəni, sizə mən bir söz deyəcəm. Mənə diqqətlə qulaq asın. Bax, əziz tamaşaçılar, əziz izləyicilər. Bax, Məftun səs atdı. Dünən axşam. Mənim WhatsApp'ım işləmirmiş. WhatsApp'a bir də Serif təzədən yazmışam. Mən də deyirəm, ay balam bu, mənə niyə mesaj gəlmir, niyə mesaj getmir, canlı deyəcəm. Deyəcəm, ay cəmat, mənim canım donmur. WhatsApp'ım işləmirmiş. Mən deyirəm, ay balam. Bu bir, dubarədə onu danışıbdı. Mənə diqqətlə qulaq as. Bu ekran kaydına düşür, Sakadonu təkrar paylaşım vurur. Yəni ki, Sakalın da təkrar paylaşımı vurmağının səbəbi odur ki, yəni kütlə qalsın mənim üzərimə, mənə desin nankör, bu həqiqətən o insan çox apaslı bir insan imiş. Məni istəyən insan deyil. Götürüb ona, o videoya təkrar, indən belə Sakal, səni kim ki yıxıl sürüyəcək, mən də qəşəkdə təkrar paylaşımlar vuracam. Sən məni istəyən insan deyilsən, qardaş. Götürüb o videoya təkrar paylaşım vurubdur. Ki, yəni bu da lap düşsün kəşfətə və məni yıxsınlar, sürüsünlər. İndi ki, səni ki, kim yıxıl sürüyəcək, mən də qəşək təkrar paylaşımlar vuracam. Məndən nə gedir? Götürüb o videoları təkrar paylaşım vurub. 2 dənə videodur. Götürüb təkrar paylaşım vurub. Sonra da səmimilikdən, dostluqdan danışır. Yəni... Gördünüz mü? Məftun WhatsApp işləmirmiş. Elə bilib ki, oxumamışam. Dünən mesaj yazdım ki, canlıda niyə o söz deyirsən ki, kütlər deyir, hə, mənim WhatsApp'ım işləmirmiş. Sirif təzədən yazıb və elə bilib ki, mən oxumamışam. Gördüm, mən görürəm ki, yəni ona görə də ondan artıq mənim ki, yəni elə bir 4-də də bir dənə elə bir, yəni da bir-birimizə gəlmək, mən Bakıya gedəndə görüşmək, ömür boyu belə bir şey olmayacaq yəni artıq. Yad ancaq PK-dan PK-yə. Əssalam, mənim tayanı bitti, mən qəşək gördüm hər bir şeyi. Çox gözəl gördüm. Sən götür o videoya təkrar paylaşım vursan ki, indi məni yıxıl sürüsünlər, mənə yazsınlar, nankör, qədir bilməz adam. Bir şey də olmamış, mən çıxan kimi Məftunu zəif vursan ki, gəlsin 4-dəyə. Mənim yerimə. Elə o qızlar çıxardanda Məftunu saldan, onda niyə salmırsan? Uşaqlar yaxşı adam deyil, dost deyil. Təkrar paylaşım vurmaqda hatta özünüz düşüb fikirləşin. Videoları təkrar paylaşım vurur. Sən ha istəyirsən ki, mənim cəmatın gözündən salasan, inan ki, bacara bilməyəsən. Vaxt zaman gəlir, özün ölüb gedirsən. Mən yenə də 5 min, 4 mində otururum, sən ölüb gedirsən, sənin canın düşür, çıxır, gedir.
Mənim yox. Gene de onu təkrar paylaşım vurdun, hər nə olsun. Mən də vuracağım indi. Sənin ki kimsə istəyəcək. Götür təkrar paylaşımlar vuracağım mən də. Sən istəyirsən məni kütlənin gözündən salasan, amma o bacarmayacaq. Deyir, özgəyə quyu qazan, özü düşər. Məni sən sevdirməmsən ki, sən də məni gözdən salasan. Kütlə hər şeyə qəşək görür. Elin gözü tərəzidir, hamı hər şeyə qəşək görür. Niyə mənə yer eləyir? Ay izləyicə, yer eləyir. Yazırsan, bax, Mehri, səni kimsə indi Məftun anla, indi səhv başa düşür də, indi elə bir ki, oxumamışam. WhatsApp-ından imiş onun, silib təzdən yazıb. Göt çıxa canlıda şey eləyə, sən də gəlib ona təkrar paylaşım vurasan. Ki, qoy daha da görsün, kütlə daha da üzərinə düşsün, daha da pisləsin. Nətər olar? Açıqlamasını ver, nətər olar? Geçsin kimsə Nəsirovu pisləsin, mən də gedim təkrar paylaşım vurup. Nəsirov yığıb mənə deməz ki, baboş sahib olsun. Bə dostsan, niyə təkrar paylaşım vursan ki? Deməli, dost deyirlər də, dost deyil də. Yaxşısı da uzaq durmaq. Vallahi yaxşıdır uzaq durmaq. Səfəm ay Uğur Dubay.